Deməli, 4-cü aylıq sınav imtahanı. Ayın 26-sı 01-2026-cı ildə keçirdiyimiz sualların izahına baxaq. Birinci sual. Birinci sualı bilmək üçün hansı qaydaları bilmək lazımdır? Mən onu izah edeyim. Deməli, A bölü B bərabərdir C, burada eşit. Natural ədədlərdə 2 dənə şərtimiz var. Birinci şərtimiz bölən həmişə qalıqdan böyük olmalıdır. İkinci şərtimiz bölünəni tapmaq üçün əsas burada bu birinci qayda lazımdır. Bu ikinci qaydanı da sonraki misallarda izah edərik. Bölən həmişə nədən böyükdür? Qalıqdan böyükdür. Bu şərti bilmək lazımdır. İndi bizə deyir ki, natural ədədi 4-ə və 11-ə bölünməsindən, natural ədədin 4-ə və 11-ə bölünməsindən alınan qalıqlar uyğun olaraq n və m-dir. Olarsa m-in n fərqinin ən böyük qiymətini tapır. Deməli, uşaqlar, hər hansı bir ədəddir, deyək ki, A ədədi, birinci olmayacaq, A ədədi, 4-ə böləndə, deyək, B düşür, qalıqda nə qalır deyir? E. O birisi də, daşı bir X ədədidir. Nəyə böldükdə? 11-ə böldükdə, deyək ki, ilgi alınır, qalıqda nə alınır? M. Deməli, burada 4 nədən böyük olmalıdır? M-dən böyük olmalıdır. Burada da 11 nədən böyük olmalıdır? M-dən böyük olmalıdır. Şərti olmalı. Bu şərtimizə uyğun. A. Buna uyğun. Deməli, M-in fərqinin ən böyük qiymət tapın, M çıxılsın, N fərqinin ən böyük qiymətini tapın o deməkdir ki, M-imiz ən böyük olmalıdır. M-imiz olmalıdır, ən böyük olmalıdır. İndi baxarsan. Bu rahat burada 3-5 dənə misal. M-imiz ən böyük nə ola bilər burada? O. N-imiz ən kiçik nə ola bilər? 1. Ən kiçik. 9. Yəni, bu ifadənin ən böyük qiyməti olmalıdır, uşaqlar. M-in böyük olmalıdır. N-imiz kiçik olmalıdır. Bəs cavabımız olacaq. Bir vayda. Aydındır. Sonra, ikinci sadə bir sualdır. Bu sualı hansı qaydadan bilməliyəm? Qonşu bucaqların cəmi, bura alfadır, bura betadır, alfa plus beta bərabərdir 80 dərəcə. Bu qaydanı bilən şagird bu misalda həll eləmiş olar. Qonşu bucaqlardan biri digərindən 8 dəfə böyükdür. Biri alfadırsa, o birisi 8 alfadır. Deməli, 8 alfa üstəgəl alfa bərabərdir 180 dərəcə. 9 alfa bərabərdir 180 dərəcə. 180 9-a bölsən 20 dərəcə. Biri olacaq 20 dərəcə. Burada olacaq 160 dərəcə. Cavabımız olacaq A variantı. Keçək növbəti. Üçüncü suala. Üçüncü sualı bilmək üçün nələri bilməliyik? Düzgün olmayan kəsdir. Demişik ki, B bölünsün A, ya A-mız kiçik bərabərdir, B olmalıdır, ya da B-miz böyük bərabər nə olmalıdır? A olmalıdır. Düzgün olmayan kəsdirdə demişik. Məxrəc sürətdən kiçik və bərabər və yaxud da sürət məxrəcdən böyük və ya bərabər olmalıdır. Deməli, deyir ki, kəsrinin düzgün olmayan kəsrdir. A parametri ala biləcək ən kiçik tam qiyməti ilə ən böyük tam qiymətinin cəmini tapır. Deməli, şəkildə bu düzgün olmayan kəsr olması üçün A-mız ən kiçiyini ala bilər. A çıxılsın kimi nə olar? 10 olmalıdır ki, onda A-mız olacaq 12. 12-dən 2 çıxanda 10-da 10. A-mız ən kiçiyini ala bilir? 12. İndi burada ikinci baxaq. Ən böyük A-mız nə ola bilər? A çıxı 4 bərabərdir 12, A bərabərdir 16. Deməli, A-mız da ən böyük neçə olacaq? 16. Bunların nəyini soruşur uşaqlar? 12 üstəgəl 16 bərabərdir 18. Cavabımız 28. Üzr istəyirəm. 28. Cavabımız oldu bir vayda. Sonra
sual. Bu sualı bilmək üçün nələri bilməliyik? Sadəcə onu deyəcəm. Əlavə də burada əlavə qaydalar izah eləməyəcəm. Çünki dərsdə bunların hamısını keçmişik. Pi-dir. Sirlərin uzunluğu diametrə görə nədir? Pi-dir. Bunu bilsək, bu 4-cü sualda rahatlıqla hesablaya bilərik. Uzunluğu 24 pi santimetrdən sirlərin diametrini tapın. C bərabərdir. Pi-dir. Bu da nəyə bərabərdir? 24 pi-yə. Pilərimiz gedir. Demiz nəymiş deməli? 24. Cavabımız oldu. Keçək növbəti 5-ci suala. Şagirdlər burada nəyi bilməlidir? Şagirdlər burada onu bilməlidir ki, müsbət ədədlərdir. Ümumiyyətlə, dediyim kimi ancaq burada hansı qaydaya uyğun sual düşürsə, onu izləyəcəm. Müsbət ədədin tam müsbəti də var, mənfi ədədir. Mən sizə demişdim, ümumiyyətlə, kəsr hisslərini tapanda, verilərindən tam hisslərini çıxırsa, və məsələn demişdim, mənfi 3,9. Demişdim, mənfi ədədin tam hissəsini tapanda, mənfi özündən bir yuxarı olur, mənfi 4. Ya mənfi 4-dən mənfi 3,9 çıxanda, ya da demişdim ki, 9-u birə tamamlayaq 3,9 nədir? 0,1. Aydındır. Bu qaydanı bilməklə biz bunu həll edəmiş ola bilərik. Deməli, mənfi 13 AB, bunu belə edirəm, bunu da belə edirəm. Deməli, uşaqlar, bunun tam hissəsi nədir? Mənfi 14. Kəsr hissəsi nə verir? Bundan %72. Düzdür? İndi, deməli, 0,72-nin üstə nə gəlsən, 1 eləyər. 0,28. Deməli, AB 2 rəqəmlər dədimizdə olacaq uşaqlar. 28. Başa düşdür? Hamız 2, demir. Hamız 2, demir. 8. 2 vur 8. Bunların hasilini soruşur. 2 vur 8, 16. Aydındır. Bu da belə olmuş olur. Sonra keçək növbəti 6-cı suala. 6-cı sualda nəyi bilməli uşaqlar? Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Şəkildə də göründüyü kimi, bax bu üçbucağa baxsaq, B bucağımız 50 dərəcədir, A'mız 70 dərəcə. Deməli, C bucağımız nə olmalıdır? 60 dərəcə olmalıdır. Təzə burada bir başqa bir balaca üçbucaq yaranır var. Y, C, D. Deməli, bu da 60 olacaq. Ya da xarici bucaq özdən qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Ya 60 da gəl 60, 120, ya da 60'ı taparam, onda qonşusunu taparam, 120 dərəcə. Bizdən də elə bu bucağı soruşur. B, Y, D-ni tapır, o da 120 dərəcə olmuş olur. Keçək növbəti 7-ci suala, uşaqlar, bu təmizləş sistemi idi, sizə keçmişdir. Müqayisə üsulu var idi, yadınıza gəlirsə də. Demişdim ki, baxırıq, ya ikisi yox eləməliyik, ya iliki. Bunlardan birini bərabərləşdirməliyik. 3-dən 4-dən, mən də deyildim, həmişə iliki yox eləməyə xoşlayıram. 3-dən 4-ə bölünən ikisiyə də neçədir? 12. Deməli, bunu 4-ə vuraraq, aşağında 3-ə vuraraq. Deməli, hamısını 4-ə vurmalıyam. 4-ü 2 savranında 8 idik, 4-ü savranında 12 idik, 12 4-ə vuranda 52. 21 idik, 40'ın 12 idik. Bərabərdə al. Tərəflərə toplasaq, bunlar gedər. 29x bərabərdir 58, x bərabərdir 2. X-imiz 2'dir. Aparıb yerinə yazaq. Müsbətdə yerinə yazaq daha yaxşı olur. 2 vurulsun. 2 üstə gəlirsin. 3y bərabərdir 13. 4 üstə gəl 3y bərabərdir 13. 3y 13'dən 4 tutalım. 9 y-də bərabərdir 3. Bizdən də x -2 soruşur. 2 üstə gəlirsin 3, y-də 5. Cavabımız oldu. Y variantı. Aydındır. Keçək növbəti 8-ci suala. Bu sualı bilmək üçün nə etmək lazımdır? Bu sualı bilmək üçün seviyədə 2 dənə qayda bilmək lazımdır. Birinci qayda, seviyyəyə bir nöqtədən seviyyəyə 2-dən toxunan çəkmişəmsə, seviyyəyə 8-dən toxunanlar bərabərdir. Deməli, bu buna bərabərdir. İkinci qayda nədir? Toxunan ilə
radiusu əmələ gətirdiyi bucaq 90 dərəcədir. Üçüncü qayda nəyi bilməliyik? Burada düzbucaqmış bucaq yaranır. Məsələn, bura A desəm, bura E desəm, burada bir dənə uzunluğa X desəm, düzbucaqmış bucaq əmələ gəlir. İndi gəlin bunu tətbiq edək. A-mız nə qədərdir? 15. Deməli, MA-da nəyə bərabər? MB-yə. Bu ikisinin cəmi nə qədərdir? 40-da, hərəfdə nə qədər düşür? 20, 20. Bu da necədir? Düzbucaq. MO-ya nə deyiləm bir dənə? 2. Bir dənə MO-nu deyir tapı. MO-nu tapmaq üçün x-in kvadratı bərabərdir. 20-nin kvadratı, katetlərin kvadratları üzərini 25 kvadratına bərabərdir. 400-də gəlirsə 25, 625, x də bərabərdir, o 25. 25. Sağımız olacaq 25 santimetr. Sonra növbəti 9-cu sual. Bunu nəyi bilməyiz lazımdır uşaqlar? Əsasları eyni olan ifadələri vurduqda əsaslar olduğu kimi qalır, üstlər toplanır. Biz bunu bir də əsasları eyni olan ifadələri böldükdə əsaslar olduğu kimi qalır, üstlər çıxılır. Bunu biləndə bunu rahatlanan həll edirsiniz. M-in üstü 4 vur. Bir də bu qaydanı bilmək lazımdır. A-nın üstü, N üstü, M. A-nın üstü, N vur, M. Deməli, M-in üstü neçə? 2 vur 6, 12. Aşağıda da M-in üstü 8. Birinci vuranda üstlər toplanır. M-in üstü 4 üstə gəlir, 12 bölünsün, M-in üstü 8. Buna bərabər M-in üstü 16 bölünsün, M-in üstü 8. Böləndə üstlər çıxılır. M-in üstü 16 çıxılsın 8. Çox uşaqlar, sən də həqiqətən güclü uşaqlar böləndə taşıdı 16'ya 8'e bölür. Yazır. Olur. Aha. Bu getdi. Sonra çetini indi sən sual uşaqlar 10-cu suala. Burada nəyi bilmək lazım uşaqlar? Üçbucaq bərabərsizliyi. Üçbucaq bərabərsizliyi nədir? A, B'dir. Bir üçbucaq olması hər halda üçbucağın bir tərəfi iki tərəfinin cəmindən böyük, fərqinin modulun cəmindən kiçik, fərqinin modulundan böyük. Üçbucağın bir tərəfi onun iki tərəfinin cəmindən kiçik, fərqinin modulundan nədir? Böyükdür. Şimdi gəlin baxaq. Tərəfləri nə verirlər uşaqlar? 3, 4, bura x deyirəm. 3'ü tapsam. 3'ün üstə 4 gələcəm. Üstdən də 4 çıxıram. 1 sitir, 2 sitir, 7 perimetr tapanda. 3 üstə gəl 4, 7 üstə də düzəlsəm 8. Yenə 3 üstə gəl 4, 7 üstə də 7 gəlsəm 14. Perimetrinin nəyin soruşur? Ən böyük qiyməti nə olacaq? 8 ilə 14'ün arasında tam ədəd ən böyük 13 olmuş olur. Bu da aydındır. Geçək. Növbəti 11-ci suala. Bu da asan sual ama başlıqdır. Sadə tənzih həllidir. Tənasibi bilmək lazımdır. İstənilən ədədin məxrəci 1'dir. 15 üstəgəl x bərabərdir. 20 üçümüz nədir? 5'dir. Değişik. 10 var. Sonradan 5'i tapamışımız. Cevap 5'i yazır. Ondan biz 10 vaat böyle olan ədədi tapır. 5 üstəgəldirsin 10. 15. Cavab oldu C variantı. 12-ci sual. Bu sualı bilmək üçün nəyi bilmək lazımdır? Uyğun tərəfləri paralel olan 5A B'ye paraleldir, C D'ye paraleldir. Alfa beta. Eyni adlı bucaqlar bərabər. Müxtəlif adlı bucaqların cəmi. Burada da yazaq buna A, buna C, buna C, buna D. Bunların da cəmi nə olacaq? Müxtəlif adlı bucaqların da cəmi 180'dir. Bəzən eyni adlı bucaqlara eyni növ bucaqlar deyilir. Müxtəlif adlı bucaqlara müxtəlif növ bucaqlar deyilir. Deməli, buradan belə çıxış. Alfamız 40 dərəcədirsə, betamız bir dəfə ola bilər 40 dərəcə. Bir də bunu 180'a tamamlayan 140 dərəcə. Bunların da bizdən fərqini soruşur. 140 dərəcə fərqinin modulunu təbii ki. Ya da 40 dərəcə çıxı 140 dərəcə, 100 dərəcə.
Cavab olacaq nə? C variantı. Keçək növbəti 13-cü suala. Burada həm təmin həll eləmək, həm də kvadrata üstləşmək. Yəni bildiyiniz əvvəlki qaydalarda burada nə eləmək? Tətbiq eləmək lazımdır. Bir də kök altı. Mesela 3-2 çıxılsın ki, kökün altında neçəymiş? 25 və yaxud da 5-dir. Ya da həsələn kvadrata üstləşək. 3-2 çıxılsın ki, bərabərdir 25. 3x bərabərdir 25 üstə gəlirdir 2. 3x bərabərdir 27. X də bərabərdir 9. Cavabımız olacaq C variantı. Növbəti 14-cü sual. 14-cü sualı bilmək üçün şagird nəyi bilməlidir? 0 dövrdə A nəyə bərabərdir? Mötərizənin qədər 9. 0 dövrdə nə bilim, bir də A lazımdır. Başqa qayda ehtiyac yoxdur burada. Bir də A qarışıq ədədi bilmək lazımdır. Nə bilim, bunu belə yazaq. Nə bilim, D üstə gəlirsin, C bölürsün A. D tam A-da C. Bunda nəyə çevirmək? Qarışıq ədədi, bu qarışıq ədəddir. Bunu düzgün olmayan şəkildə çevirmək üçün tam və tam hissəni vururam. Üstə gəldən C-ni. Ümumiyyətlə, qarışıq ədədləri tam və şəkil hissədən ibarətdir. Məsələn, A-mız olacaq uşaqlar 9-da 6, o da 3-də 2. B-miz 9-da 3, o da 3-də 1. Deməli, yerinə yazaq 2, üstə gəlirsin 3-də 2, bölürsün. 2-də 1 çıxılsın, 3-də 1. Bərabərdir, olacaq 2 tam 3-də 2, bölünsün. Bu nəyə çatışmır? Bunun deməli, 6-da 3 çıxılsın 2. Bərabərdir. Üstə 3 dəfə 5, 6, 5 dəfə 8 bölünsün. 6-da 1 bərabərdir. Bir də burada nəyi bilmək lazımdır? Adi kəsrin bölünməsi. Birinci kəsri olduğu kimi qalır. İkinci kəsri tərslə çevrilərək birinci kəsrə vurulur. Vurulsun 1-də 6. 6 ilə 3 gedir 2, 2 dəfə 8, 16. Cavabımız olacaq 16. Sonra 15-ci sual. Deyir ki, oğlum yaş, bu da tənlik qurmaqla məsələ həll edir. Yəni, bu bildiklərimizi bura təlik. Oğlum neçə yaşı var? Oğul 10 yaşı var. Və onun yaşı atasının, atanın nə qədər yaşı var? Atanın x yaşı var. Oğlun yaşı 10 yaşı var. Və onun yaşı atasının yaşı 7-də 2-də bərabərdir. Deməli, 7-də 2x bərabərdir 10-a. X də bərabərdir 10-u tapanda böləcəm 7-də 2-yə. Bu da 10 vurulsun 2-də 7. Bunlar da gedir, qalır. Deməli, atanın 35 yaşı var. Deseydi olan atanın yaşının cəmi nə qədərdir falan etməkə. Burada da insanımız oldu 35. Keçək növbəti 16-cı suallar. Burada nəyi bilmək lazım uşaqlar? Biz 2 dənə müxtəsər maddəsini bilmək lazımdır. Bir də bunun mötərizə xaricə çıxarması. A kvadrat çıxılsın 2AB üstə gəl B kvadratı. Bir bunu bilmək lazımdır. Bir də A kvadratı çıxılsın B kvadratını bilmək lazımdır. A sıx B, A plus B. Şimdi A kvadrat çıxılsın 10 üstə gəl 25. Bu bizə nəyi verir? A sıx 5'in kvadratı. Aşağıdan 2'li mötərizə xaricə çıxarsam A plus 2 vurulsun. 4'lü mötərizə xaricə çıxarsam A plus 2. Bu da 25 artıq 5 artıq 5 plus 5. Artıq 5'in biri gedir bundan. A plus 2'lərdə gedir. 2 ilə də 4 gedir 2. Deməli yuxarıda qalır 2. Burada da aşağıda qalır A plus 5. Aparın A'nın yerine 7,5 yazsam. 7,5 üstə gəlirsin 5. 2 vurulsun. 7,5 çıxılsın 5. 12,5. 2 vurulsun. 2,5. Tamamdır. Mesela seçtiğim növbəti 17-ci suala.
Tənasüb. Burada nəyə bilmək lazımdır? Tənasübü. Birinci tənasüb nədir? İki nisbətin bərabərinə tənasüb deyilir. Tənasübün kənar hərflərinin hasili onun orta hərflərinin hasilinə bərabərdir. Deməli, B vur C-ni, A vur nəyə vuracam? B-yə vuracam. A vur B-ni, vuracam nəyə? C vur C-yə bərabər edəcəm. Deməli, burada 4x-i vuracam. A, deməli 4x-i vuracam 1,5-ə. 0,4-də bayaqlarını izah eləmişdim. 9-da 3 vurursun 18. Bu eləcə 6x bərabərdir. 9-dan 18 gedir 6-ya. 6-nı nəyə vursam? 1. 17-də də cavab deyil. Sonra 18-də nəyə bilmək lazımdır? Bilməsiniz tənliklərdir. Demişəm ki, tənliyin köklərindən biri verildikdə bu kökü həmin tənlik tapalit yerinə yazıb, digər dəyişən də tapa bilərəm kökülə. Şimdi tənliyin köklərindən biri nədir? Deyək ki, biri 2-dir. Aparıb nəyi yerinə qoyacaq? X-i yerinə. E vurulsun, 2-nin kvadratı üstəgəl 2, kırsın 8e, üstəgəl 4 bərabər 0. 4e üstəgəl 2 8e üstəgəl 4 bərabərdir 0. 4e-dən 8e tutan mənfi 4e. 2-nin üstə 4 gəlsəm 6, o yüzden keçirəm mənfi 6. Elimdə bərabərdir. Mənfi 6-nı mənfi 4-ə bölsəm müstət 2-3 bölü 2, bu dedik 1,5. Keçdik növbəti 19-cu suala. Sadə bir sualdır. Yəni, sırf parça sualıdır. Bunu qeyri-adi edəcəyimiz bir şey yoxdur. Uzunluğu deyil, A1 olan parça neçə hissəyə bölünür uşaqlar? 3 hissəyə böldü. Birincisi ise burada buna A deyirəm, ikincisi ise burada B deyirəm, üçüncüsü ise burada buna C deyirəm. Deyil, bunların hamısının cəmi nə qədərdir? 36'dır. Deyil, birincisi ile ikincinin cəmi. A+, B'miz neçədir? 20. Onda buradan belə çıxış A+, B'miz 20 ise C'miz C bərabərdir 16. Sonra ikinci, bir də üçüncünün cəmi. B+, C nə qədərdir? 20, 21, 21. D'mizin qiyməti 16 ise B'miz neçədir? B bərabərdir 5. B'miz 5, C'miz 16, 21, 21 ise nə gəlsəm 36 edir? 15. A'mız 15. En kiçiyini istəyir. Deməli cavabımız olacaq 5. A. K'm bərabərdir 4. MP bərabərdir 9. YM 3. Bu da 2. Biz çevrədə metrik münasibətlər deyirik ki, 2 vətər çəkirsə KM'in M P-yə hasili bərabərdir Y M'in M N'ə hasili. Aha, deməli 3 vurulsun 2 bərabər 4 vur 9. 3x bərabərdir 36, x bərabərdir 12. Deməli x'imizi tapdım 12. Amma səndən x'i soruşmur. Deyir ki, y'ni tapın. Y'm də nədir? 3'dən 12'nin cəmi olacaq 15. Çox burada tapın ilə 12'ni yazır. O da diqqət tələb edir. Cavab oldu 15. 21. sual. 21. sual. Qəşəng bir sualdır. Həmişə də blok və buraxılış imtahanlarına düşür. Ortaq məxrəcə gətirirəm uşaqlar. Sadə bir hesablamadır. X plus 1, x plus 2. Deməli, bu nəyə çatışmır? X plus 3'dir. Bu nəyə çatışmır? Burada olacaq 2 üstəgəlisin 4, üstəgəlisin 2 çıxılsın 3. Bərabərdir. A x üstəgəlisin B. Burada da x kvadratdır. Üstəgəli 2 çıxılsın 2. Aşağını vurub başdan uşaqlar buranı. X kvadratı üstəgəl 2 çıxılsın 2 edir. Yuxarıda edir 5, 2 üstəgəl 1 edir. X kvadratı üstəgəl 2 çıxılsın 2. Deməli, bunlar bərabər olmazdır. Məqsədlər bərabərsə, sürətlərdə nə olmalıdır? Bərabər olmalıdır. X'in qarşısında nə durur? A burada da 5. A'mız 5'dir. B'miz də 1'dir. Bizdən A çıxılsın B'ni soruşur. 5 çıxılsın 1 bərabər 4. Cavabımız olacaq 4. Sonra
22-ci sual. Bu da uşaqlar. Təmizləş sistemi, məsələ qurmaqla təmizləş sisteminin həllidir. Deməli, 20 qəpiyimiz var. 20 qəpik. Buna bir dənə nə deyirəm uşaqlar? 2. 50 qəpiyə nə deyirəm? Bir dənə iyilik deyirəm. Və deyir ki, bunların məsələ pulları onlar ümumsən 31 dənədir. Deməli, üstəcəlləsini girik bərabərdə 31 dənədir. Qəpiyimiz var. 20 qəpiklik. 20 vurulsun 2. Üstəcəl 50 vurulsun iyilik. Bunların ümumi dəyəri nə qədərdir? 860 qəpik o deməkdir. 8600 qəpik. 860 qəpik. Düzdür? Deməli, aşağını nəyə bölürəm uşaqlar? Aşağını 10'a bölürəm. Yuxarıda mənfi 2'ye vurub toplayaram. Aşağını da böləcəm 10'a. Yuxarı olacaq mənfi 2 42 bərabərdir mənfi 62. Aşağı olacaq 2 üstəcək 5 ilik bərabərdir 86. Toplasam 7 qalır 3 ilik bərabərdir 24. İlik bərabərdir 8. Bizdən elə 50 qəpikləri soruşur deyə neçə də 50 qəpikliyin varmış 8. 20 qəpikləri də soruşsaydı 31'dən 8 tutacaq olacaqdı 8. Cavabımız oldu ne burada? 8 olmuş oldu. Sonra 23 tamam. 460 geçmişik ve bilirik ki paralelogram nedir? Birinci demiştik ki paralelogram iki tarafı paralel olan. Aha, şimdi burada bakak bura. Nedir? Orta bura 2'dir. O bizden sonra şu burada ne bilmek lazımdır? Viyet teoremini. X kvadratı üstəcəlisin P2 üstəcəlisin Q bərabərdir. Sənin köylər üzərinə müsbət P-də mənfi P köyləri hasilir Q-dür. Bir də məxrəcləri müxtəlif olan kəsləri toplayıb çıxmaq. Bunu ortaq məxrəc gətirsək 2-1 vurulsun. Bunun tartışımız x2, bunun tartışımız x1'i. Deməli, 2-1 üstəcəl 2. Sənin köylər üzərinə mənfi 8-də müsbət 8, köylər hasildə müsbət 4. Cavabımız oldu 4. 24-cü sual. 24-cü sual. AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismə deməli, AB ədədin, burada da nəyi bilmək lazım? A bölüsün B bərabərdir C, burada da nə qalır? E. Birinci şərt, B'miz həmişə E'dən böyükdür. İkinci şərt, bölünəni tapmaq üçün böləni natamam qismətə vurub, üzərinə qalıq gəlmək lazımdır. Deməli, AB ədədini BA ədədinə böldükdə biz natamam qismət payında qalıq 36. Deməli, BA-mız nədən böyük olmalıdır uşaqlar? 36'dan. Böləni tapmaq üçün böləni BA-nı 1'ə vuranda elə eləyəcək. BA qalığı üstə gəlir. Açılışı 10A üstə gəlirsin B bərabərdir 10B üstə gəlirsin A üstə gəl 36. Dəyişənləri bərabərliyin sol tərəfinə keçək 15 çıxsın A bərabərdir 36. 9A 9B bərabərdir 36. 9'u mərkəzə xaricə çıxarsan A B bərabərdir 36. A çıxsın B bərabərdir 4. Nədən nəsxanda 4 edik? 5'dən 1. A'mız 5, B'miz 1. B'miz 1, A'mız 5. Belə şey ola bilər? Deyil. Nədən nəsxanda 4 edik? 6'dan 2. A'mız 6, B'miz 2. 2 ilə 6. Olar belə şey? Deyil. Nədən nəsxanda 4 edik? 7'dən 3. 37 düzdür. Nədən nəsxanda 4 edir? 84 8. Nədən nəsxanda 4 edir? 95 o da 59'dan 5. Deməli bizdən nəyin qiymətlərini soruşur? A'nın qiymətlərindən. 7 üstəcə 8 15 9 gələndə 24. Blok imtihana düşmüş. Sağ ol.
Sonra 25-ci sualı bilmək üçün həm ədəd ortanı bilmək lazımdır, həm də həndəsi ortanı. Ədəd orta demişdim ki, cəm bölünsün say, həndəsi orta isə demişdim say, burada da hasil. Yəni onları vurulmaq. İki ədədin ədəd ortası. Yəni A plus B bölünsün 2 bərabər nəyə? 4-ə. Həndəsi ortası da 3-ə. Deməli A plus B-miz 8-dir. A vur B-miz də 9-uymuş. Kvadratları cəmdir. Bədəsi A kvadratı isə B kvadratı. Burada müxtəsər məclisini bilməlisiniz ki, A plus B-nin kvadratı çıxılsın 2AB. A plus B-miz 8-in kvadratı çıxılsın 2 vurulsun 9. 64 çıxılsın 18 bu deyir 46 damımız olacaq 46. Növbəti imtihanınızda hamınıza uğurlar arzulayıram. Böyle, tamam.